Afisyan işinə görə sizlə danışmışdım. Bəli. Ha. Çox rahat işdir. Ha. Elə bir ki, bax, burada oturub müdürlük eləyəsən. Əyərlərin üstünə qoy, elə kefdə olasın. Həqiqi deyirsən. Gəl göstər görüm mən haradır. Bura bizim gözləmə zalımızdır. Ha. Müştəri gəldi, oturdu, bejinə dalmış, çay zad da vermə. Elə maaşına Hə. qədər dəmi? Maaşı günü 10 manatdır. Eləmi? Ha, burada bu qədər iş belə yüngül olduğunu bilmirdim, yəni. Ay kişi, ay uşaq, gəşə. Ay əmi, nə işə? Götürürsən, maşının altını yuyursan. Ay əmi, sən başına dönüb. Sən məni burada 10 manat afisyan tadı ilə çağırmışdın. Burada ma gördürmədiyin iş qalmayıb. Uşağına pampres aldırtırsan mağazada. Çay olmayandan sonra qardaş maşınımı yuy da. Görüm ay. Yaxşı. Ay Yaxşı. Evimi yıxdın ay əmi. 10 manat afisyan tadı ilə getdin məni bu yağacaq detallingə. Gördürmədiyin iş qalmadı. Vay, orada baş ayağa qalmışam. Ged onu da üç. Axşam xaş ye. Eləmi? Yaxşı ay əmi, yaxşı. Bir dənə bu qalmışdı elə. Alam. Ha. Dəsmalları yuyursan, o balaca gedəndə axotu yoxdur, nastirən nəsi yoxdur. Gedib onun da yazısını yazırsan. Sabah dərsdə olacaq o. Eləmi? Oğlum məktəbə gedib onun yazılarını mən Bəli, yazacağam. Heç tudayım. 10 manata gör nə qədər şeylər daxildir. Sabahdan Allah qoysa maşın yumana. Maşınları mən yuyacağam sabah. Sabahdan sən yuyursan. Birinci mərhələ, ikinci mərhələ, üçüncü mərhələ. O 5 manatlıq dərmanlardan deyək, ha, bunlar bahalı dərmanlar. Bilməm nə Alman şampunlarıdır. Ay, sağ ol, hə. Və məni bura afisyan tadı ilə çağırmışdın. İndi də mənə maşın yudurdun. Hə, bey, Ey, doğru. ayıbdır, bəs deyədən. Canımıza boğazımıza yığdın. Get.